Digər üsullardan biri ki, adətən bizim psixikamız bizi qorumaq üçün belə bir reaksiya verir. Reaksiya əksi nədir? Adam əslində hiss etdiyi bir mənfi duyğunun tam əksini göstərə bilir. Məsələn, bəzən bir insana qarşı qıcıqlana bilər şəxs. Qıcıqlandığı hər hansı bir insana qarşı həddən çox yumşaq, mərhəmətli və mehriban davranmağa çalışır. Bu da bəzən insanın daxili gərginliyinin, aqressiyasının, qəzəbinin balanslaşdırılması üçün olan psixoloji müdafiə mexanizmlərindəndir. Yəni, sanki insan özünü dondurmağa çalışır bu müdafiə mexanizmləri ilə ki, o gərginlik, o narahatlığı aradan apara bilsin, müvəqqəti də olsa. Digər psixoloji müdafiə mexanizmlərindən biri ki, adətən qeyd olunur kitablarda, qaçınma davranışları. Ki, insan onu narahat edən mövzulardan, narahat edən xatirələrdən, onu narahat edən şəxslərdən, görməsini istəmədiyi mənzərələrdən həmişə uzaqlaşmağa çalışır. Və bu uzaqlaşmaqla insan hər hansı bir şəxsi və ya hər hansı bir səhnəni, hər hansı bir yeri görüb müəyyən xatirələri canlandıracaqsa və bu onda gərgin, duyğusal, emosional bir vəziyyəti yaradacaqsa, o zaman insan həmin sadaladığımız şeylərdən uzaqlaşır. Bu əslində qısa müddətdə, qısa vədədə ola bilsin insan üçün faydalı olsun, amma uzun vədədə insan üçün müəyyən zərərlər yarada bilir.